Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əşhədü ən la ilahə illallah vahdehu la şərikə ləh və əşhədü ənə Muhammədən abduhu və rasuluhu. Əziz, dəyərli qardaşlar, hər bir insana məlumdur ki, Allah Taala insanlıq üçün çox böyük əzəmətli nemətlər yaradıb, bəxş edib. Yəni, bu saysız hesabsızdır yer üzərində. Allah Taala öz kitabında buyurur ki, ya eyyuhənnəs, ey insanlar, uzkuru ni'metallahi aleykum. Allahın sizə verdiyi neməti xatırlayın, yada salın. Allah Teala insanlığı yaratdıktan sonra insanlara bir çox nemətlər bəxş edir. Və bu ayədə də Allah Teala bildirir ki, ey insanlar, xitaba diqqət edin, Allahın sizin üzərinizə bəxş etdiyi o nemətləri yada salın, xatırlayın, düşünün. Və başqa bir ayədə diqqət edin, görün nədir? Və in ta'uddu ni'metallahi la tuhsuha. Əgər siz bütün hamınız, bütün insanlara xitab edin, bütün hamınız əgər Allahın nimətlərini saymaq istəsəniz və buna qalxmaq istəsəniz, Allah Teala deyir ki, la tuhsuha. Mümkün deyil siz onları hesab ala bilərsiniz, saya bilərsiniz. Amma ayənin ardına fikir verin. Allah Teala buyurur ki, innəl insənə ləzalumun kəffar. Həqiqətən insan zalimdir, nankordur. Niyə bu şəkildə gətirdi ayəni? Yəni, Allah insanlara bir çox nemətləri bəxş edir. Və Allah Teala deyir ki, sizin üzərinizə bəxş olunan nemətləri bir yada salın, xatırlayın. Bir çox nemətlər Allah Teala insanlara bəxş edir. Və başqa bir ayədə də deyir ki, siz Allahın nemətlərini saymaq istəsəniz, mümkün deyil siz onları sayıb hesaba ala bilərsiniz. Ayənin ardında da vurğuluyur ki, lakin insan zalim və nankordur. Niyə vurğuluyur bunu? Çünki elə insanlar var, Allah Teala nemətinin qarşılığını şükürlə, təşəkkürlə qarşılayır. Allahın ona bəxş etdiyi nemətləri. Və bu ayədə də Allah Teala vurğulur ki, elə insanlar var ki, Allahın bəxş etdiyi nemətlərə qarşı nankorcasına yanaşırlar. Və o nöqteyi nəzərdən insan daim xatırlamalıdır ki, Allah Teala ona nemətlər bəxş edib. İnsan onu saya bilməz, mümkün deyil, onu hesaba ala bilməz. Ona görə vurğuluyur ki, insan Allahın ona bəxş etdiyi nemətləri xatırlasın, yada salsın. Çünki Allah Teala başqa bir ayədə buyurur ki, yəni insanları nə üçün yaratdığını bildirir ki, Allah Teala insanlara bildirir ki, sizi və sizdən əvvəlkiləri nə üçün yaratmışıq? Allaha ibadət etmək üçün, günahlardan çəkinmək üçün. Buyurur ki, ya eyyuhənnəs, ey insanlar, u'budu rabbakum. Siz Rəbbinizə ibadət edin. Əlləzi xalaqakum vəllədinə min qablikum la'allakum təttəqun. Allah Teala bu ayədə buyurur ki, ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin ki, bəlkə siz Allahdan qorxub pis əməllərdən çəkinəsiniz. Allah Teala bu ayədə bildirir ki, yaratmaq Allahın əlindədir və Allah yaradıb bizi və bizdən əvvəlkiləri. Nə üçün yaratdığını da Allah Teala bu ayədə açıq-aşkar vurur ki, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Yaradılışın hədəfini Allah Teala bildirir ki, sizi Allah nə üçün yaradıb? Allah yaradıb ki, siz Allaha ibadət edin, Allahı tanıyın və pis əməllərdən çəkinin. Başqa bir ayədə Allah Teala nə deyir? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən insanlara da, cinləri də ancaq ibadət etməkləri üçün xəlq etdim, yaratdım. Ona görə insan bilməlidir ki, əziz qardaşlar, əziz, dəyərli qardaşlar, dünya həyatı müvəqqəti zövqdən, əyləncədən ibarətdir. Allah Teala bu barədə də öz kitabında bildirir. Yəni, həyat, yəni insan yaşadıqca, müəyyən bir dövr, yaşam, ömür keçdikcə insan baxır ki, həyatda yəni ancaq boş əyləncələrdən ibarətdir. Ola bilər elə bir yaş kateqoriyası olsun, insan onu tam, yəni onu tam düşünmək, təfəkkür etmək mahiyyətində olmasın. Amma həmd olsun da burada kifayət qədər hər kəsin yaşı var. Yəni insan baxır ki, Allah Teala Quranda buyurur ki, "Vəməl həyatud dunya illə məta'ul qurur." Diqqət edin, deyir, dünya həyatı aldadıcı zövqdən, əyləncədən başqa bir şey deyil. Bu ayələr bizə nəyi bildirir? Yəni həqiqətən dünya həyatı müvəqqəti bir həyatdır. Dünyada olan bütün hər bir şeylər də Allah Teala buyurur ki, yəni müvəqqəti bir zövqdür, müvəqqəti bir əyləncədir. Ona görə insan bilməlidir ki, Allah onu yaradıb ona ibadət etmək üçün, onu əzəmətləşdirmək, ucaltmaq üçün. Çünki verilən ömür müvəqqətidir.
insanın ömrü bəlli bir sürədir. Yəni o sürə tamamlananda, o vaxt tamamlananda hər kəs bu həyatdan köçəsidir. Ona görə Allah Taala buyurur ki, başqa bir ayəyə fikir verin. İ'lamu ennemel hayatud dunya la'ibun ve lahvun ve zinetun ve tefakhurun beynekum. Diqqət edin, görün nədir. Deyir ki, Allah Taala deyir ki, insanlar, siz bilin ki, bu dünya həyatı ancaq oyun oyuncaqdan ibarətdir. Və baxın ayənin ardında. La'ib və lahvun və bərbəzəkdən ibarətdir. Və lahvun və zinetun və tefakhurun beynekum. Siz bilin ki, dünya həyatı oyun oyuncaqdan, bərbəzəkdən və bir-birinizin arasında övülməkdən ibarətdir. Ayələrə, cümlələrə fikir verin. Yəni, dünya həyatını Allah Taala görün necə vəsf edir insanlığa. Dünya həyatının, yəni, oyuncaqdan, qurulmuş bir zinətdən, bərbəzəkdən və insanların bir-birinin arasında övünməkdən ibarətdir. Ona görə insan bilməlidir ki, Allah Taala'nın vədi haqdır. O həyat, dünya həyatı sona çatanda, hər kəs Allahın huzurunda ona verilən bəlli bir ömrün o haqq hesabını verəcək. Bunun üçün, buna görə də bizim üçün bu gün böyük bir fürsətdir ki, Allahın bizə verdiyi ömrü yaşayırıq. Allah hər birimizə xeyirli ömür bəxş etsin ki, Allah'a düzgün şəkildə tam anlayıb, ona səcdə edə bilək, rükû edə bilək, onun qarşısında onu ucalda bilək. Allah Taala buyurur ki, ya eyyuhən-nas, inne va'dallahi haqqun. Ey insanlar, bilin ki, Allah Taala'nın vədi haqdır. Mütləq Allahın vədi baş verəcəkdir. Bu qaçınılmaz bir şeydir. Mütləq Allahın vədi haqdır. Allah Taala buyurur ki, fələ təğurrannakumul hayatud dunya. Fikir verin. Deyir ki, dünya həyatı deyir sizi aldatmasın. Yəni bu cümlələr həqiqətən bax bu cümlələrin üzərində insan düşünməlidir. Yəni təhlil aparmalıdır. Allah Taala deyir ki, fələ təğurrannakumul hayatud dunya. Deyir ki, dünya həyatı sizi aldatmasın. Deməli, dünya həyatı əsas nədir? Dünya elə qurulub ki, insanı ancaq aldatmaqdan ibarətdir. Deyir ki, Allah Taala deyir, dünya həyatı sizi aldatmasın. Və la yəğurrannakum billahil gharur. Aldadıcı olan, o tuzaq quran o şeytan da sizi Allah barəsində yoldan çıxartmasın, aldatmasın. Yəni bunu onu göstərir ki, insan bilməlidir ki, dünya elə qurulub ki, dünya insanı ancaq aldatmaq üçün qurulub. Ona görə insan bilməlidir ki, insana bəxş olunan nimətlərin içərisində ən böyük nimət, ən əzəmətli, ən qiymətli nimət insanın nə üçün yaranmasını dərk etməsi, bilməsidir, xaliqini tanımasıdır, yaradanını tanımasıdır ki, Allah onu bu dünyaya, bu kainata nə üçün gətirib, nə üçün mövcud edib, niyə yaranıb? İnsan bunu bilməlidir ki, Allah Taala onu yaratmağının mahiyyətini bildirir ki, biz insanı yalnız ibadət etmək üçün, Allahı tanımaq üçün, ona verdiyimiz nimətləri xatırlamaq üçün yaratmışıq. Bu baxımdan da insan bilməlidir ki, ən uca nimətlərin içərisində ona bəxş olunan İslam nimətidir. İslam, yəni Allahı tanımaq, ona iman gətirmək. Baxın, yer üzərində nə qədər insanlar yaşayır, nə qədər yer üzərində insanlar var. Nə qədər insan Allaha iman gətirib, nə qədər insan Allaha iman gətirməyib. İman gətirən Allahın dərgahında ən uca dərəcəyə sahib olan bir şəxsdir. Niyə? Çünki yaradanını tanıyır ki, Allah onu nə üçün yaradıb. Və inanın ki, qardaşlar, əgər bir insan öz yaradanını tanıyırsa və onu uca tutursa, ona iman gətirirsə səmimi şəkildə, onun üçün bir çox nimətlər bəxş olunur. Ən əzəmətli nimət bəxş olunur. Onun əbədi həyatı, yəni uğurlu bir həyat ona bəxş olunurdur. Ola bilər insan dünyada istər elm sahəsində, dünyəvi elm sahəsində yüksək bir elmə nailiyyətləri olsun. İstər insanın maddiyyət baxımından böyük sərvəti olsun. İstər insanın titul baxımından böyük bir titullara sahib olsun. Əgər o insanın öz yaradanını, xaliqini tanımırsa, inanın ki, həmin o mənfəətlər, onda olan mənfəətlər heç bir dəyəri yoxdur. Çünki insan bu dünyadan köçəndə heç bir şey aparmır. Nə sərvətini aparmır, nə titullarını aparmır, nə elmi dərəcələrini aparmır. Heç bir şey. Aparacağı bir dənə nə olur? İnsanın əməlləri, imanı.
Ona görə insan bilməlidir ki, nə qədər ki Rəbbini tanıyır, onu ucaldır, onu dəyərləndirir. Ondan böyük nemət yox. Ola bilər insan dünya həyatında o titullara sahib olmasın, elmi dərəcəsi olmasın, zənginlik sərvəti olmasın və yaxud da ki, hər hansı bir mala, mülkə, sərvətə sahib olmasın, amma onun Allahı tanıması olsun, Allahı dərk etməsi olsun. Onun üçün bir çox nemətlər bəxş olunur. Yəni, Allahı tanıması, Allaha iman gətirməsi, onun əbədi nicat tapması üçün, qurtulması üçün ən böyük səbəbdir, ən böyük səbəb. Ona görə insan dəyərləndirməlidir. Ona Allahı tanımaq neməti bəxş olunubsa, vallahi insan onu şükür etməlidir, gecə gündüz. Nə qədər insanlar var ki, məhrumdur bundan. Yəni, var, hər şey var, amma Allahı tanımır. Ona iman gətirmir, onu təsdiqləmir, qəbul etmir. Allahın Peyğəmbərini qəbul etmir. Bu, insanın özünü ziyana salmasıdır. Allah Teala bizə bir din göndərib, İslam dini. Allah Teala deyir ki, İslamdan başqa bir dinin ardınca gedərsə, ondan qəbul olunmayacaq. Və qiyamət günü, ahirətdə də zərər çəkənlərdən olacaq. O baxımdan insan bilməlidir ki, ona bəxş olunanlar, nemətlər nə qədər çox olsa da, onun içində İslam, Allahı tanımaq, İslamı qəbul etmək əvəzsiz bir nemətdir. Onu insan dəyərləndirməlidir. Çünki yer üzərində nə qədər insanlar var ki, məhrumdur bu nemətdən. Allahı tanımaqdan məhrumdur. Peyğəmbərə iman gətirməkdən məhrumdur. Ona görə insan daimi bilməlidir ki, Allahın ona verdiyi nemətlər, istər sağlıq neməti olsun, istər ruzi neməti olsun, istər evində əmin-aman rahat qalması olsun, bu Allahın ona bəxş etdiyi bir lütfdür. İnsan Allaha şükür, təşəkkür etməlidir. Və ona üzərinə yağan nemətlərə görə Allahı daim yada salmalı. Allah Teala Quranda da buyurur ki, siz Allahın nemətlərini xatırlayın, yəni Allah Teala'nın sizə verdiyi nemətlərini xatırlayın ki, şükür edin ki, Allah sizin üzərinizdə olan o nemətini daha da artırsın. Əgər deyir, siz şükür etsəniz Rəbbinizə, Allah sizə olan nemətlərini daha da artırar. Ona görə insan ona bəxş olunan o nemətlərə görə Allaha təşəkkür etməlidir, şükür etməlidir. Və Allahın ona verdiyi o sağlığa görə, əminliyə görə, rahatçılığa görə gecə-gündüz Allahdan həm bağışlanma diləməlidir, həm Allaha şükür etməlidir. Nə qədər insanlar var ki, müxtəlif bəlalara, müsibətlərə düçar olurlar. Kimisi sağlıq baxımından, kimisi müxtəlif müsibətlərə. Amma bu gün Allah Teala'nın insana bir rahatçılıq bəxş edibsə, ona ruzi neməti bəxş edibsə, sağlıq neməti bəxş edibsə, əmin yaşamaq, əminamanlıq, o güvənlik içərisində qalmaq nemətini bəxş edibsə, insan bu nemətlərə görə Allaha şükür etməlidir, təşəkkür etməlidir. Çünki insana yenə deyirəm, verilən ömür müvəqqətidir. Kainat hamısı müvəqqətidir. Allah Teala Quranda buyurur ki, kullu mən aleyhə fən. Fikir verin, Allah Teala bu ayədə buyurur ki, yer üzərində olan hər bir şey fanidir. Hər bir şey. Elə bir şey yoxdur ki, o əbədi olsun. Kainatda olan hər bir canlı fanidir. Yalnız Allahın üzündən başqa. Necə ki, Allah Teala bu, وَيَبْقَ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ. Yalnız deyir, sənin cəlal və ikram sahibi olan Rəbbinin üzü əbədidir. Ona görə insan, dəyərli qardaşlar, Allahın ona bəxş etdiyi ömrə görə şükür etməlidir ki, Allah Teala ona müvəqqəti bir ömür verir. O ömrün içərisində də insan Rəbbini tanısın. Ona həqiqi şəkildə, səmimi şəkildə bir qul olsun. Çünki bizim hər birimiz bu həyatda müvəqqətiyik. Bizə bütün verilən neymətlər də müvəqqətidir. İnsan bilməlidir ki, ona bəxş olunan neymətlər, ömür neyməti, sağlıq neyməti, ruzi neyməti, hər şey müvəqqətidir, əbədi deyil bu həyatda. Ona görə insan onun əlində olan o neymətlərə görə həm şükür etməlidir, həm onu dəyərləndirməlidir, qiymətləndirməlidir. Və ona görə nə qədər ki biz Allahı düzgün şəkildə qiymətləndirsək, Allah Teala bizə olan neymətini artıracaq. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə bir gözəl hədisi də var. Buyurur ki, hədisdə buyurur ki, ölüm gəlmədən əvvəl insan ona verilən həyatının qədrini və qiymətini bilməlidir. Nəyə görə? Çünki əcəl yetişəndən sonra insan bütün hər şey əldən çıxır. Ona görə insana əcəl yetişməmişdən qabaq
nə qədər xeyir əməllər fürsəti varsa insan onu etməsi onun üçün xeyirdir. Çünki ona faydası qəbirdə və qiyamətdə olacaqdır. Ona görə o baxımdan Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, deyir ki, yaşlaşıb, qocalıb, o qocalıq halı gəlməmişdən qabaq gəncliyinin qədrini, qiymətini bil. Gənclik vaxtı insanda daha çox o şövq olur da, yəni o həm xeyir əməllərə, həm salih əməllərə, ibadət və itaət əməllərinə, eyni zamanda da insanda o taqətin olması ilə bərabər pis şər əməllərə də insanda o, yəni sağlam insanla xəstə insan eyni ola bilməz axı. Yəni və yaxud da ki, qoca ilə yaşlının enerjisi eyni deyil. Yəni qoca insanda olan o şövq, istək mümkün deyil gənc insanda olsun, cavan insanda olsun. Çünki cavan insanın günah etmə, yəni o potensialı da var, daha çoxdur. Xeyir etmək potensialı da var, daha çoxdur. İndi ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, deyir ki, qocalıb əldən düşməmişdən əvvəl o gəncliyinizin qədrini, qiymətini bilin. Niyə? Çünki gənclikdə olan Allahı tanımaq, ona ibadət etmək, onu təzim etmək, o sənin üçün daha qiymətlidir. Nəinki insan qocaldıqdan sonra. Fikir verin, sonra buyurur ki, xəstəlik gəlməmişdən qabaq, sağlığınızın qiymətini bilin. Çünki xəstə insanla sağlam insanın ibadəti eyni ola bilməz. İnsan nə qədər sağlam olanda, onun canında taqət olanda, ibadəti şövqlə edəndə Allah qatında dəyəri daha yüksək olur. Amma xəstənin halı olmur. Çünki özü öz halında olur. O baxımdan, bax, insan nə qədər ki, ona verilən ömür qiymətləndirəcək, Allah Taala onun mükafatını verəcək. Fikir verin, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, məşğuliyyət gəlmədən əvvəl sizdə olan o boş vaxtın dəyərini, qiymətini bilin. Bu kəlmələr, bu cümlələr hamısı qiymətli sözlərdir. Yəni, insan məşğul olanda bir işlə, başı qarışanda artıq onun ibadətdən uzaqlaşır. Nə qədər insanlar var, bəhanələr gətirirlər da, müxtəlif bəhanələr. Bir də baxırlar ki, artıq ömür gəlib tükənib, yaşlaşıb və ya xəstələnib biri və ya iş başını qatıb, bütün iş güc artıq bir də baxır ki, həyatın elə bir çağındadır, ömrün elə bir çağındadır, qocalanda da deyir, artıq da mənim bu vaxtımdır, bu dövrümdür, mənim gücüm çatmır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisin sonunda vurğulayır ki, ölüm gəlmədən əvvəl həyatınızın qədrini, qiymətini bilin. Nə qədər ki sağıq, nə qədər ki yaşayırıq, nə qədər ki ruhumuz üstündədir, biz Allahı düzgün şəkildə tanıyıb ona ibadət və itaət etməyimiz, inanın ki, bizim özümüzə fayda verəcək. Ən birinci, heç kimə yox. Nə evladımıza, nə yoldaşımıza, nə atamıza, nə anamıza. Çünki qiyamət günü hər kəsin verildiyi ömür özündən soruşulacaqdır. Allahdan istəyirəm bizim hər birimizi Allahı gözəl şəkildə tanıyıb, ona iman gətirib, ona ibadət etməyi, ona boyun əyməyi bizim hər birimizə müvəffəq eləsin və asanlaşdırsın. Allahdan diləyirəm ki, bizim günahlarımızı bağışlasın. Uca Allah bizim valideynlərə rəhm eləsin. Onların günahlarını bağışlasın. Allah Teala bizə iman üzərində yaşayıb, iman üzərində bu dünyadan köçməyi nəsib eləsin. Allah bizim zürriyyətimizi, övladlarımızı salihlərdən etsin. Allah bizim hər birimizin günahlarını bağışlasın. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu iləyik.